Dostlar, sabahınız xeyir. Son paylaşdığım videoların rəylərindən çox qidalanma haqqında bir suallar gəlirdi. Gördüyünüz kimi bugün zalda deyilik, mövzumuz fərqlidir. Bu çəkilişi məhz mağazada eləyəcəyik. Mən necə qidalanıram və əlbəttə ki, video boyu bir məsləhətlər verəcəm. Ən çox hansı məhsullara üstünlük vermək lazımdır. İstər çəki yığanda, istərsə çəkini salanda. Dostlar, və gəlin elə birinci mövzumuz karbohidrat olsun. Karbohidratdan başlayaq. Bunlar düyüdür, qreçkadır, bulğurdur, ya kartoşka, ya da makaron ola bilər. Şəxsən istifadə etdiyim karbohidratların növü ancaq düyüdür və kartoşka. Sizə də necə uyğundur, ağız dadınıza uyğun istifadə edə bilərsiniz. Bunun heç bir fərqi yoxdur. Əsas kaloraj və qramajlar düz olsun. Şəxsən istifadə etdiyim mən sadə bildiyimiz basmati düyüsüdür. Bunu götürəcəm. Baxım çəkisi nə qədərdir. 1 kilo var. İstər uzun düyü olsun, basmati olsun və ya xırda düyü, heç bir fərqi yoxdur. Hansını daha çox bəyənirsiniz, onu da alırsınız, istifadə edirsiniz. Keçək növbəti karbohidratımız, növbəti karbohidrat isə düzdür, makaron istifadə eləmirəm, qreçka da istifadə eləmirəm, bunların dadını sadəcə bəyənmirəm. İstifadə edeyim dediyim kimi düyü və kartoşka. İndi isə gedək kartoşkanın dalınca. Növbəti istifadə edeyim karbohidrat isə kartoşkadır. Bir çox vaxtlarda şirin kartoşka istifadə edirəm, batat. O da ağız dadından asılıdır. Çox hallarda isə sadə bildiyimiz kartofdur. Dəyişirəm ağız dadıma uyğun. Yəni bir neçə gün batat istifadə edə bilərəm. Növbəti günlər isə sadə kartoşka. Bu isə mənim ikinci karbohidratımı istifadə edəyim. Burada gördüyümdən yox, sadəcə 2 sort kartof var. Onu aldıq. İndi isə növbəti karbohidratımız yulaf olacaqdır. Onun haqqında da suallar var. Müəllim, hansı yulafı istifadə edeyim? 5 dəqiqə qaynayan yulaf, 10 dəqiqə və ya 15 dəqiqə. İndi fərqini göstərəcəm və özüm istifadə etdiyim yulafı göstərəcəm sizə. Islah suyun cərgəsindən keçirdim. Burada da istifadə etdiyim sudan və mineraldan danışmaq istəyirəm. Hər səhər kardiodan qabaq qazlı su istifadə edirəm. İstər sirab olsun ya da barjom olsun. Bu sırf elektrolitlər üçün yaxşıdır. Yəni gün ərzində itirdiyiniz elektrolitlər, magnezium, kalsium, bu hamısı mineral sulardan, bunları bərpa edə bilərsiniz. Su isə sadəcə sadə su, hansını bəyənirsiniz, onu da istifadə edə bilərsiniz. Əsas gündəlik minimum 200 litr su olsun. Həm yediyimiz yeməklərimiz daha yaxşı soğulacaqdır, həm də gündəlik əzələmizi tonuzda saxlayır. Mən ən bəyəndiyim suyu göstərim sizə. Şəxsən bunların içində ən daha çox istifadə etdiyim və bəyəndiyim su budur. Düzdür, xarici məhsuldur, amma əsas odur keyfiyyətlidir. Gəldik çatdıq yulafa, növbəti karbohidrat mənbəyi. Burada isə mən 15 dəqiqə qaynanmış yulaf tapıram. Görüm elə tapa biləcəyim 15 dəqiqəlıq. Yaxşı, heç olmaz 10 dəqiqəlıq olsun. Bu yulaf haqqında da bir çox suallar olur. Müəllim, hansı yulafı istifadə edeyim? Bəzilər üstündə 3 dəqiqə qaynadılan, 5 dəqiqə və 10 dəqiqə qaynadılan yulaflar olur. Əslində bunun heç fərqi yoxdur. Bu internetdə yayılmış, sadəcə bir çoxlarınızın fikrini yayındırır. Şəxsən mən bir neçə il 5 dəqiqə qaynayan da istifadə eləmişəm. İndi isə hazırda 10 və ya 15 dəqiqə qaynayan yulafı istifadə edirəm. Bunun sadəcə fərqi onun ölçüsündən asılıdır. Yəni nə qədər yulaf xırda olsa bir o qədər çox qaynayır və ya böyük olsa daha tez qaynayır. Yəni fərq sadəcə bundadır. Başqa heç bir şeydə fərq görmürəm. Sadəcə istifadə etdiyim digər qaşalar deyil, məhz elə ancaq Herkules yulafdır. Yulafımızı da aldıq, yəni karbohidratımız hazır. Kartof, düyü və yulaf. İndi isə əsas keçək zulala. Dostlar, bax belə müslilər də var. Bu şəxsən mənim fikrimdir, belə bir şeylər istifadə eləmirəm. Çünki burada qarışmayan meyvə qurusu yoxdur. Bu da şəkərlə boğulan bir məhsul olur. Ən yaxşısı sadə yulaf alıb hazırlayıb və istədiyiniz meyvələri içinə doğramaqdır. Bu daha orqanik olar, daha təbii olar. Nəinki belə bir qarışıq kompleksi alıb istifadə etməyiniz. Yəni düşünürəm, sadə yulafı hazırlayıb, içinə meyvə qatıb, hazırlamaq daha orqanik, daha təbii olar. Nəinki belə bir məhsulları istifadə etməyiniz. Dediyim kimi dostlar, yenə bu mənim fikrimdir. Sırf məqsəd əzələ kütləsi artırmaq və sağlam qalmaqdırsa, sadə yulaf daha məsləhətidir. Gəldik çatdıq əsas zulal mənbəyinə, yumurta. Burada da gördüyünüz kimi həm ağ yumurta var, həm də biraz tünd yumurta. Bunun fərqini demək istəyirəm. Bu gördüyünüz orqanik yumurtanın digərsinin üstünlüyü ondan ibarətdir ki, bunun sarısında sadəcə fosfor tərkibi daha çoxdur. Nəinki ağdan. Mən isə gündəlik 10 yumurta istifadə edirəm. 8-i ağ olur, ikisi isə sarı.
Bəs elə sarısını toladığım üçün 8-ni ağdan əlavə edirəm, sarısından isə ancaq orqaniklər. Götürəcəm bir dənə bundan. Böyle yumurtamız da alındı, indi isə keçək ətə. Ketçup və soslar haqqında danışmaq istəyirəm. Düzdür, bunları mən hazırlıq dövründə istifadə eləmirəm. Yəni, şəkərlə dolu bir əlavələrdir. Amma şəkərsiz tapsanız, ketçup və sos əlbəttə ki, istifadə edə bilərsiniz. Amma yenə də aşırı dərəcədə istifadə eləməyin. Çünki bunun heç bir faydası yoxdur, ancaq da anladığınızı olan bir məhsullardır. Bədəninizin heç bir faydası olan deyil. Ona görə bunlara toxunmuruq. Bunlar ancaq mülki vətəndaşlar üçündür, bizlik deyil. Ağ ətdən isə hinduşka filesi istifadə edirəm. Onlar hardasa bir 6-8 ay olar toyuq filesi istifadə eləmirəm. Bunun sadəcə dadını daha çox bəyənirəm. Düzdür, donmuşdu, versi yoxdur. Amma heç olmaz. Yəni son yarım ildə istifadə etdiyim ağ ət ancaq hind quşunun filesidir. Toyuqdan qiyməti biraz fərqlənsə də faydası daha çoxdur. Zulal biraz artıqdır, başqa heç nə və dadı daha yaxşıdır. Hind filemizi aldıq. İndi isə ətə keçək. Qəssabımız elə gəlməyib, qəssabı gözləyirik. Dostlar, bunlar sadəcə yaranır ki, biz buradan yan keçək. Amma yan kəsmək olmur, iyisi adamı cəlb eləyir. Bax, belə gəlirsən, baxırsan, o sənə baxır, sən də ona baxırsan. Amma dadına baxa bilmirsən. Dediyim kimi, bodybuilder yaranıb ki, bunlara yalnız baxmaq üçün. Bunlar da mülki vətəndaşlar üçündür, bizlik deyil, məqsədimiz uyğun deyil. Amma əlbəttə ki, hamısının dadına baxmaq adam istəyir. Heç nə alıb çıxaq biz buradan. Burada nə qədər çox qalsaq biz o qədər çətinlik yaradar. Dostlar, və kəsmik haqqında çox suallar alıram. Neçə faizli kəsmik yeməliyəm? Şəxsən özüm kəsmik istifadəsi deyiləm, amma məsləhətim ola bilər ki, 5 və ya 9 faizli kəsmik alıb yeyəsiniz. O da indi məlumatını deyəcəm sizə. Kəsmik sadəcə kalsiumdan bol olan bir məhsuldur. Kalsium sovrulması üçün də bizə zulal, yağ və vitamin B lazımdır. Yəni 0% kəsmik alsanız o biraz daha gec sovrular. Deyin ki, siz biraz az yağlı faizli bir kəsmik istifadə edirsiniz. Bir də bir suala toxunmaq istəyirəm. Çoxlarınız düşünürsünüz, süd məhsulları istifadə edəndə ya bədən sulanır, ya şişir, ya dolur. Belə bir miflər yayılıbdır. Əmin olun, heç nə də olmur sizin bədəninizdə. Gündəlik defisit kalorisi saxlasanız, sizə 200 qram kəsmik fiquranıza heç bir təsir etməyəcək. Yəni normal qalacaqsınız. Dostlar, bu cərgədən keçirdim və daha bir istifadə edədiyim məhsul pendir. Bu da doymuş yağlardır. Kərə yağıdır, heyvan sayığı yağlar və pendir. Hər biri doymuş yağlara aiddir. Bir çoxlarınız düşünürsünüz, ya pendir olmaz, kərə yağı olmaz, amma belə bir deyə bilərəm. Yəni, gündəlik 10%, 15% doymuş yağlardan rasionunuza əlavə edə bilərsiniz. Yəni, kərə yağı da istifadə edə bilərsiniz səhər omletə. Əmin olun, bu sizin fiquranıza heç bir pis təsir eləməyəcək, ya da pendir. Dediyim kimi 30-40%lik pendirdir. Hər səhər cəmi 30 qram əlavə edirəm omletə. Kərə yağı da istifadə etmək olar. Heç bir önəmi yoxdur, fərqi yoxdur. Qida rasionumda süd istifadə eləmirəm. Gördüyünüz kimi amma bol çeşid var. Badam südü, kokos südü, yəni hər çeşiddə var. İstifadə edə bilərsiniz. Bu da sizə heç bir pis təsir eləməyəcək sizin fiquranıza. Yəni bir çoxlarınız miflər eşitmisiniz yəqin. Süd sulandırır, kəsmik sulandırır. Boş-boş miflərə inanmayın. Bir çox insanların isə laktozaya qarşı allergiyası var. Ona görə laktozsuz süd də var, alıb istifadə edə bilərsiniz. Laktoza isə südün zulal növüdür. Yəni laktozsuz alın, rahat həzm eləyin. Ədviyyatlara çatanda isə istədiyiniz ədviyyatlardan istifadə edə bilərsiniz. Bu da sizə heç bir yan təsir eləməyəcək. Əksinə ədviyyat istifadəsi mədə-altı vəzinin işləməsini sürətləndirir. Yəni qaynanmış toyuq, nə bilim, qaynanmış ət yemək lazım deyil, özünüzə bu qədər zulüm verməyin. Mən hələ karyeram boyunca bir dəfə də qaynanmış toyuq yeməmişəm. İstədiyiniz ədviyyatlardan istifadə edin, şəxsən istifadə edəcəyim ədviyyatları göstərim. Ət üçün, toyuq üçün, balıq üçün hər cür ədviyyatlar var, qarışıq. Yəni qidalarınızı daha da dadlı eləyin. 10 gündən sonra deməyin ki, müəllim, bezdim qaynanmış yeməkdən. Əlbəttə bezərsiniz. Qaynanmış yemək olar. Yağlara çatanda isə zeytun yağı istifadə edirəm. Bunu bir çoxlarınız zeytun yağında yeməklərinizi hazırlayırsınız. Amma məsləhət ola bilər ki, yeməyinizi hazırlayandan sonra ya salat olsun, ya ət olsun, əlavə üstünə zeytun yağı eləyin. Yəni zeytun yağını hazırlamayın. Yeməyi hazırlayandan sonra zeytun yağını üstünə əlavə eləyin. Bunun faydası daha çox olar, daha çox doymamış yağlar qəbul edərsiniz. Bəli, zeytun yağı doymamış yağlara aiddir.
Zeytun yağı seçəndə isə çalışın, yağ nə qədər tünd olsa, o qədər daha orqanikdir. Yəni rəngi daha tünd vəziyyətdə olsun. O zaman yəni daha orqanik olur. Bu qədər. Mənim istifadə etdiyim zeytun yağı bu zeytun yağıdır. Dediyim kimi, yeməyi hazırlayandan sonra üstünə əlavə eləyin. Onun faydası daha çox olur. Ətə gəldik, çatdıq. Bizim dostumuz qəssab, ən yaxşı bodybuilderin dostu qəssabdır. Çünki ət ondan asıldır. Nə qədər əti təmiz versə, yağsız versə, bir o qədər daha bizə çox faydası olar. Sağ olsun. Hərə bir cür dəstək olur bizə. 2-3 saniyə. Ətimizi aldıq. İndi isə meyvə tərəvizə keçmək istəyirəm. Onun haqqında da bir paylaşım edəcəm, məlumatlar verəcəm. Getdik dostlar. Sağ ol, çox sağ ol. Və əlbəttə ki, hind filesindən, toyuqdan və mal ətinə əlavə balıq da istifadə edirəm. Sadəcə balıq bitib, istifadə etdiyim balıq isə tilapiya balığıdır. Sümüksüz və minimum yağlı bir balıqdır filesi. Hər iki yeməyimə əlavə edirəm. O daha yaxşı həzm olunur, daha tez həzm olunur. Nəinki toyuq və mal əti. Burada sadəcə yoxdur, ona görə deyirəm meyvə tərəvəzə. Bir də hansı? Yaşıl var, yaşıl. Bu yaşıl. Qırmızıdan verərsən. Qırmızı qalmadı. Deyə arxadan yesin qalmadı. Dəqiq. Nə olsun, hə, yaxşı. Çox sağ ol, təşəkkür Buyurmuş ederim. olsun. Allah razı olsun. Hündür olmağın faydası budur. Müştərilərə kömək eləmək olur. Bu məhsullarla da yan kəsirik. Bizli deyil, məqsədimizə uyğun deyil. Çünki yağdan doludur. Biz isə çalışırıq sağlam qidalanaq. Biz arada qoymaq olar, amma bugün yox. Və əlbəttə ispanaq yadımdan çıxmışdı. Bunu da səhər omletə əlavə edirəm. Bu da çox gözəl bir antioksidantdır və yeməyin daha yaxşı sovrulmasına kömək olur. Çünki liflərdən zəngin olan bir məhsuldur. 2-dən götürüm. Çox sevdiyim rukola səhər omletə əlavə edirəm. Bu da yaxşı bir lif mənbəyidir. Ümumiyyətlə, meyvələrə və tərəvəzlərə çatanda bilirəm, bir çoxlarınız xoşlayırsınız xiyar, pomidor yeməyə. Şəxsən, onlar bir ildən artıqdır ya xiyar ya da pomidor istifadə edirəm. Çünki fikrimcə sadəcə onlar sudur, liflər çox azdır. Ən yaxşı liflər də bizim yeməyimizi, bağırsağımızda daha yaxşı həzm olunması üçün vacibdir. Ona görə xiyardan, pomidordan və digər tərəvəzlərdən ən çox liflər olan məhz elə brokkolidədir. Bu qədər bəs edər. Yəni məşqdən qabaq 150-100 qram istifadə edirəm. Çox yaxşı bir pamp verir. Əlavə edək, ananas. Banan da yaxşı məhsuldur. Sən yığmaq istəyənlər üçün əla bir seçimdir. Çünki bir bananda 100-150 kalori var. Gündəlik 3-4 dənə banan yemək olar. Mən isə bir dəfə istifadə edirəm. O da məşqdən sonra hazırladığım cream of rice. Ora əlavə edirəm və yeyirəm. Banan da götürək. Gilə meyvə yulafınızı daha da eləmək üçün gündəlik 100 ya da 50 qram əla seçimdir. Və avokado gündəlik yağ təlabatınızı almaq üçün çox əla bir seçimdir. Bunlar da doymamış yağlardır. Avokado isə yenə səhər yeməyində əlavə edirəm ya da axşam fərq eləmir. Əsas gündəlik sizə lazım olan yağlar ala bilərsiniz. Yağları isə necə hesablayırsınız? İnsan çəkisinə 0,5 ya da 1 qram yağ düşür. Avokado seçəndə isə biraz daha yumuşağını görüm tapa bilirəm. Bir dənəsini tapdım. İkincisi də hazır. Avokadomuz hazır. Sonra nə qaldı? Brokkoli alınıb, banan, ananas, gilə meyvə. Meyvə tərəvəzlər gördüyünüz kimi bunlardır. Digər tərəvəzlər istifadə eləmirəm. Ancaq brokkoli və rukola. Brokkoli isə gündəlik 100-150 qram hər yeməyə əlavə edirəm. O tərəfdə xlebçi görürəm. O da səhər yeməyində istifadə edirəm. Çörək əvəzi. Düzdür, qara çörəkdə istifadə eləmək olar. Bu heç bir pis səhət olmayacaq. 2-3 dilim istifadə eləsəz pis təsir eləməyəcək. Çərəzlərə çatanda isə istədiyiniz çərəzlərdən istifadə edə bilərsiniz. Sadəcə bunlar çox kalori olduğu məhsullar üçün gündəlik maksimum 30-40 qram məsləhətdir. Bunlar da doymamış yağlardır. Yəni mənim ən çox sevdiyim keşudur və badamdır. Sizə hansı uyğundur, onu alın, istifadə eləyin. Amma miqdarına fikir verin. Çünki çoxlarınız elə oturanda, hardasa dostlardan, tanışlardan çay sifariş verirsiniz və yanında çərəzlər gəlir. Çərəz elə bir şeydir ki, yəni qabağınıza bir torba qoysalar da hamısını yeyəcəksiniz. Çalışın, yəni diqqət eləyin. Və istifadə etdiyim xlebçilər ən çox bunları bəyənirəm. Siz də istədiyinizi yeyə bilərsiniz səhər rahat. Düzdür, biraz bunların da 100 qramında karbohidrat çoxdur. Elə düyünlə bərabər yemək olar. 100 qramında 70 qrama yaxın karbohidrat var. Gündəlik yarım porsiya rahat istifadə eləmək olar.
Şirniyyətə satanda isə, gəlin misal üçün bu məhsulun tərkibini oxuyaq, kalorajını oxuyaq, baxaq nə qədər kalorisi var. Cəmi bu gördüyünüz məhsulun 100 qramında 500 kalori var. 500 kaloriden belə deyim də sizə, hardasa bir 40 dəqiqə, 50 dəqiqə qaçış aparatında qaçmağımıza bərabərdir. Yəni 5-10 dəqiqəlik həzdə görə, elə bəzi insanlarda 2 dəqiqəlik həzdə görə sağlamımıza bu qədər ziyan vurmağa ehtiyac yoxdur. Ən yaxşı özünüz şəkərsiz şirniyyatlar evdə hazırlamağınız daha məsləhətdir, nəinki belə bir məhsullardan istifadə eləməyiniz. Şirin sulara satanda isə heç birindən istifadə eləmirəm. Amma burada bir Cola Zero var. Cola Zero'nun bir çoxları soruşursun, müəllim istifadə eləmək olar. Şəxsən özüm istifadə eləmirəm. Amma düzdür, məsləhət vermək kimi də olmasa, lap belə ürəyiniz istəsə, çəksə içə bilərsiniz. Amma mən şəxsən onu artıq olar ki, 8 aydan artıq Cola Zero istifadə eləmirəm, içmirəm. Şirin sular isə bizdə deyil, çünki şəkərlə boldur. Bizə isə qida rasionumuzda minimum dərəcədə şəkər lazımdır, formamızda qalmamız üçün. Bu qədər. Fıstıq əzməsi yadımdan çıxmışdı, fıstıq əzməsinə gedək. Onu da hansından istifadə edirəm, onu da bölüşəcəm. O da daha çox orqanik, qatqısız, əlavəsiz, tam orqanik bir fıstıq əzməsi tapmışam. Bölüşəcəm sizinlə. Gəldim, çatdım fıstıq əzməsinə. Paylaşmaq istəyirəm istifadə etdiyim fıstıq əzməsi. Bu tam orqanikdir, yəni əlavə bir qatqısı yoxdur, şəkər yoxdur. Fıstığın tərkibi nədir? Yəni öz tərkibi. Məsələ burada da əzilmiş formasındadır. Çalışın, alanda orqanik tapsanız onu alın. Çünki bir çoxları şəkərlə boldur. Bu da elə çərəzlər olduğu kimi 30-40 qram gündəlik tam bəsdir. Düzdür, bu elə bir şeydir ki, qabağınıza qoyanda bir də ayılırsan ki, bankanın yarısı yoxdur. Amma çalışın gündəlik maksimum 4-5 qaşıq istifadə eləyin. Çünki artıq yağlar bizə lazım deyil. Kalorisi də boldur. Elə oxuyum tərkibini. Səhv etmirəmsə 100 qramında 500-600 kalori olmalıdır. Əlavə edilmiş şəkər belə sıfırdır, tam orqanikdir. 100 qramında 600 kalori. Yəni 30-40 qram maksimum gündəlik bəs edir. Çəkin yığanda əziyyət çəkən insanlar. Hər yeməkdə 200 qaşıq məsləhət görərəm istifadə edəsiniz. Bu qədər. 2 dənə fıstıq əzməsi orqanik, tam əlavəsiz. Və artıq demək olar ki, hər şey aldım. Kassaya yaxınlaşmaq olar. Getdik. Və bugünkü videomuzu tamamladıq. Zaldan olaraq fərqli mövzuydu. Marketdən alış-veriş elədim, qidalanma haqqında bölüşdüm. Ümid edirəm ki, bir çoxlarınıza faydası oldu. Hansı bir sualınız yaransa, mütləq rəylərdə bölüşün. İzləmədə qalın, növbəti çəkişlərimiz olacaqdır. Bu isə mənim üçün və kanalımız üçün ən böyük dəstəkdir. İzləmədə qalın.